Salam, hər vaxtınız xeyir. Bugün 3-cü qruplar üçün nəzərdə tutulmuş DİM-in 20 variant sınaq imtahanı kitabından ədəbiyyat fənni üzrə sınaq imtahanı 2-yə nəzər yetirəcəyim. Bu sınaq imtahanının mövzusu qədim dövr Azərbaycan ədəbiyyatı və Kitab Dədə Qorqud eposunun boyları haqqındadır. Yəni, suallar həmin mövzuları əhatə edib. İndi isə suallara nəzər yetirək. Eyni zamanda suallara nəzər yetirməmişdən öncə də qeyd edim ki, siz də videoları bəyənib kanala abunə olmaqla da öz dəstəyinizi bildirmiş olarsınız. Və suallara keçək. Birinci sual. Salur Qazanın evinin yağmalandığı boy haqqında doğru fikri müəyyən edin. Boy Bayandır xanın məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Xeyr, bu yanlış fikirdir. B. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi. Aruz qoca var idi. Bu da yanlış fikirdir. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bəli, bu doğru fikirdir. Bu boyda Uruzun qəhrəmanlıq göstərməsindən söz yoxdur. Söz orada onun haqqında fikir yoxdur. Burada Uruz əsir düşür. Əsirlikdə anası ilə birlikdə əsir düşür. Onun öldürülməsinin düşmənin onu öldürmək istədiyindən danışılır. Amma onun orada qəhrəmanlıq göstərməsindən söz düşmür. Ona görə cavab olur C bəndi. 2. Salur Qazanın evinin yağmalandığı boya əsasən Eller-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Qarata Çoban və Qazan xan. Fövqəladə gücə sahib idi, bəli. Ağacı kötüyündən çıxardar. Məsələn, bu fövqəladə gücə sahib olduğu anlamına gəlir. Ona görə birləri çıxırıq. Bəylik təklifinə razı olmur. Bəli, ona Şöklü Məliyin adamları bəylik təklif edir, amma ona razı olmur. Ona görə 2-ni də çıxırıq. Yuxusunun qardaşına danışır. Bu hər ikisi haqqında olan fikirdir, amma bu fikir sadəcə Qazan xana aiddir. Qarata Çoban qardaşlarına yuxusunu danışmır. Ona görə 3-ü götürürük, çünki ortaq fikir kimi qeyd olunub. Kafirlərlə savaşır. Bəli, bu hər ikisinə aiddir. Doğru fikirdir. Qara qayğılı yuxu görür. Bu ortaya yazılmalıdır. Çünki hər ikisi qara qayğılı yuxu görür. Təkcə Qazan xana yazıldığı üçün biz bunu səhv götürürük. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca anasını istəyir. Xeyr, Qazan xan ilk olaraq anasını istəyir. Ona görə də bu da səhv fikirdir. Cavab olur 3, 5, 6 C bəndi. 3. Salur Qazanın evinin yağmalandığı boy əsasında cədvəldəki yanlış fikirləri müəyyən edin. Qazan xan bəylərin məzəmmətindən çəkinir və nəticədə Qaraca Çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Bu doğru fikirdir. Birləri çıxırıq. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər almağa tək gedir. Bu da doğru fikirdir. Ona görə 2-ni də çıxırıq. Qaraca Çoban düşmənin hücumundan xəbər tutur. Ehtiyat tədbiri görür nəticədə. Amma o ehtiyat tədbiri görmürdü. Daha doğrusu o düşmənin gələcəyindən xəbər tutmur. Yəni öncədən qayğılı yuxu görür. Yəni gələcəyindən xəbər tutmur. Ona görə bu yanlış fikirdir. 3-ü götürürük. Burla xatın tanınmasını istəmir. Oğlunun ətindən yeməyə məcbur olur. Ətindən yemir. Yəni o səhnə olmur. Şöklü Məlik Qazan xandan heyf almaq niyyətində olur. Onun həyat yoldaşına şərəf paylatmaq istəyir. Bu doğru fikirdir. Qazan bəylərə gizlindən xəbər göndərir. Qalın Oğuz bəyləri yardıma gəlirlər, xəbər göndərmir. Cavab olur 3, 4, 6 A bəndi. 4. Salur Qazanın evinin yağmalandığı boyda Qaragünə Qazan xanın yuxusunu necə yozur? Biz bilirik ki, orada Qazan xan yuxu görür və durur o yuxunu qardaşı Qaragünəyə danışır. Qaragünə də Qazan xanın yuxuda gördüyü hissələri yozur. Orada deyir ki, daha doğrusu deyir ki, saç qayğı dərddir. Qan qaralıqdır. Bunu deyir. Daha sonra qara bulud deyir sənin taleyindir. Qarla yağmur da sənin qoşunundur. Bu şəkildə yozmuş olur. Cavab olur 1-ə 1, 2-yə 4, 3-ə 3. Cavab olur D bəndi. 5. Salur Qazanın evinin yağmalandığı boyda Qazan xanın yuxuda gördükləri sırasında daxil ola bilməz. Hündür evin üstündə ildırım çaxmağını görür. Quduz evlər evimi dəlir, bunu da deyir.
Yumruğundan şahin çırpınır, bunu da deyir. Əllərimdə 10 barmağım qan içindədir, bunu da deyir. Amma çaylardan su yerinə qan axır, bu yox idi. Cavab olur B bəndi. 6-cı suala baxaq. Salur Qazanın evinin yağmalandığı boyla bağlı uyğunluğu müəyyən edin. Uruz, qalxıb yerimdən durardım. Səni qaba dizimin altına salardım. Can şirinliyini sənə göstərərdim. Burada o, anası Burla xatuna deyir bu sözləri. Atasının namusuna xələl gətirmiş, anasına nifrətini göstərmək. Xeyr, orada atasının namusuna xələl gətirməmişdi Burla xatun. Sadəcə, əgər o şərəb paylasaydı və yaxud da oğlunun ətini yeməsəydi, artıq onda o atasının namusuna xələl gətirmiş olacaqdı və Uruz da bunu o hadisələr olmamışdan öncə deyirdi. Burada uyğunluq olmadığı üçün biz bunu götürmürük. Bizdən uyğunluğu soruşur. Ona görə bunu götürmürük. Qazanxan, duraq gedək abəylər, ov ovlayaq, quş quşlayaq, yeyib içək, günümüzü xoş keçirək. Oğlunu ova aparıb ona təcrübə qazandırmaq. Bu, Uruzun dustaq olduğu boydaydı. Yəni, niyyət. Ona görə bunu da götürmürük. Sadəcə bu hissədə Salur Qazanın evinin yağmalandığı boyda o sadəcə oturmaqdan deyir, ağrıdıq. Yəni, onlar sadəcə əyləncə məqsədi ilə ova gedirdilər. Amma oğlunu ova aparıb ona təcrübə qazandırmaq Uruzun dustaq olduğu boydur. C. Burla xatun. Su Allahın üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim. Bunu Qazanxan deyir, Burla xatun demir. Bu da yanlış fikirdir. Qazanxan yurdunu soruşmaq üçün gəlir, bir neçə 4 yerdən soruşur, ondan biri də su olur. D. Şöklü Məlik. Qazanxanda bir heyfimiz də qaldı abəylər. Qazanxanın Dərbəndəki sürüsünü ələ keçirmək. Bunu Şöklü Məlik demir, onun adamlarından biri deyir. Ona görə bunu da götürmürük. Beyrək. Çal qılıncını ağam Qazan çatdım. Kömək etmək mənasındadır, bəli. Ona görə cavab olur E bəndi. 7. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun ekspozisiyasında Qazan xanın oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Onun əsl səbəbi o idi ki, əgər o ölərsə, Oğuz bəyləri Uruzu atasının taxtına layiq bilməyicilərindən ehtiyat edirdi. Ona görə də ağlamağının səbəbi yəni bu variantdır. 8. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən klasteri tamamlayan fikirləri müəyyənləşdirir. Burla xatun qəhrəmanlıq göstərir. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür, bəli. Qazan xanı tək görəndə narahat olur, bəli, çünki oğlu da onunla getmişdi. Amma Qazan xan ilk Uruz dustaq olduğunda birinci evinə qaydanda tək qayıdır ki, bəlkə oğlu qorxaqlıq eləyib evə qaçıb, evə gəlib. Ona görə də orada tək gəlir. Cavab olur B bəndi. 9. Cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli, ona ilə düşmən olmağını anlayan elə Qazan xanın özü olur. 10-cu sual. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı düzgün fikirləri müəyyən edin. Uruz atasından düşmənlə vuruşmamağı geri dönməyə xahiş edir. Bəli, bu o boyda var idi. Qazan xanın ovda olduğunu təkrar Şöklü Məlik deyir. Xeyr. Yəni, yanlış fikirdir. Oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bəli, birinci tək başına girir. Daha sonra isə Oğuz bəyləri ona köməyə gəlir. Hətta Burla xatun da gəlir. Ərinin ardınca düşmən elinə gedən Burla xatun öz kimliyini bildirmir. Bildirmir, yox, bildirir. Yəni, onu bilirlər ki, Burla xatundur. Burla xatun həllici döyüşə düşmənin bayrağını qılınclayıb yerə salır. Bəli. Həmin boyda bayrağı qılınclayıb yerə salan elə Burla xatun idi. Cavab olur 1-3-5. Y bəndi. 11. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyət görmək mümkün deyil. Burada qoşma və gərayədən istifadə olunmamışdı. Bu da orada dastan janrına məxsus hansı xüsusiyyətdir, yəni deyil. Aid xüsusiyyət ki, yəni orada qoşma və gərayəli olmalıdır, amma bu boyda yox idi. Sürətlərin nitqində yəni bu yox idi. Ona görə cavab olur Y bəndi. 12. Kitab Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək bəyoğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edin. Müddəanı təsdiq edir. Qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi, bunu götürürük. Bir də
Sağ və sol tərəfinə baxan Qazan xanın fəxarət hissi. Bunu götürürük. 1B, C. Müddianı təqzib eləyən isə Qaraca çobanın göstərdiyi qəhrəman. Çünki Qaraca çoban bəy oğlu deyildi. O çoban idi. Ona görə də bu fikirdə ona aiddir. Cavab olur B bənd. 13. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Burada Uruzun qara yapıncı geyindirib onu qapı ağzında üst-üstə sərmək. Bu artıq əsir düşdüyü idi. Burla xatın Qazan xanın yardımına yetişir. Bu sonradan olur. Qazan xan 40 qul və cariyəni azad edir. Qazan xan oğlunu təpənin başına göndərir. Buğaz Məliyin boynu vurulur. Burada 4 birinci gələcək. 4 ilk olacaq. Daha sonra Uruzu qara yapıncı geyindirib onu qapı ağzında üstə sərmişlər. Bu olacaq. Burla xatın Qazan xanın yardımına yetişir. Bu olacaq. Buğaz Məliyin boynu vurulur. Və sonda da Qazan xan 40 qul və cariyəni azad edir. 4, 1, 2, 5, 3 cavab olur A bəndi. 14. Basadın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluğu müəyyən edin. Təpəgöz Basadla süd qardaşı olduğunu söyləyir. Bu düzdür. Qapaqan 2 oğlunu Təpəgözə xərac olaraq verir. Birini verir. Səhv cavabdır. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Bu düzdür. Aruz Basada qardaşının intiqamını almaq üçün xeyir dua verir. Xeyr. Onların heç oraya gedəndə xəbəri olmur, sonradan bilirlər. Buna görə cavab olur D bəndi. 15. Cədvələ əsasən Basadın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri müəyyən edin. Təpəgözün ətrafdakılara münasibəti, ətrafdakıların Təpəgözə münasibətlərində doğru olanları tapacaq. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur, bəli. Onu aşpaz kimi göndərmiş insanları yeyib yenilərini istəyir. Xeyr, yanlış fikirdir. Günahsız insanları incitməkdən həzz alır, bəli. Çoban onu göl kənarında görəndə təpikləyir. Bunu götürürük. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir. Bu da var. Tək gözlü olduğu üçün Dədə Qorqud ona bu adı verir. Xeyr. Cavab olur 1, 3, 4, 5. A bənd. 16. Basadın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirlər. Basad Oğuz eli ilə yaylağa köçərkən arabadan düşüb itir. Xeyr, bu Basad deyildi, Təpəgöz idi. Təpəgözün qılınsız qılıncla öldürülə biləcəyini Basada Dədə Qorqud deyir. Xeyr. Təpəgöz Basadı qocalara verib onlardan kebab pişirmələrini tapşırır. Bu var idi əsərdə. Oğuz yurdu Təpəgözün əlində əsir yesir olmuşdu, bəli. Çünki onları həm qidalarını, həm də insanlarını da yeyirdi. Təpəgözün təkcə gözünün ətdən olmasını Basada qocalar deyir. Xeyr, bu da yanlış fikirdir. Cavab olur B bənd. 17. Basadın Salaxana qayasında etdikləri səsə daxil ola bilməz. Bir qoz kəsib dərisini əyninə geyinir, var. Qılınsız qılıncı oxla vurub yerə salır, bu da var. Təpəgöz nər kimi yerə çöktürür, bu da var. Təpəgözün üzüyünü barmağına taxır, bu da var. Burada qardaşı qıyan səli üçün ağı deyir, o yox idi. 18. Basadın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Təpəgöz dayələrin canını alır. Bundan sonra hansı hadisə baş verir? Təpəgöz qayalardan məskən salır və bundan sonra hansı hadisənin baş verdiyini tapacaq. Baxaq. Təpəgöz dayələrin canını alır və Təpəgöz qayalardan məskən salır. Təpəgöz anası ilə görüşür. Bu arada bu baş verdi. Əsərdə var. Dastanda yəni var. Sonra Aruz Təpəgözü himayəsinə götürür. Xeyr, bu həmin aralıqda baş vermir. Dədə Qorqud gəlib Təpəgözə ad verir. Xeyr. Təpəgöz Oğuz elinə hücumlar edir. Bəli, o burada artıq olur. Bu hissədə olur. Ona görə bunu da götür. Cavab olur 1, 4. C bənd. 19. Basadın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan sürətləri müəyyən edək. Burada Basadla Dədə Qorqud var. Qazan xan və Basad da var. Aruz və Təpəgöz də var.
Bu son hissə düşmüb. Amma burada Basadla Qapaqan, yəni onlar görüşmürlər. Yəni qarşı-qarşıya gəlmirlər. Qapaqanın arvadı Basadla danışır. Qapaqanın özünün isə Basadla üzbəüz gələn səhnəsi yoxdur. Ona görə cavab olur B bəndi. 20. Basadın Təpəgözü öldürdüyü boyda sürətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilmişdir? Aruz Qoca Təpəgözün Qiyan Səlciqli öldürdüyü Basada söylər, xeyr. Dədə Qorqud Təpəgözün istəklərinin hamısını ona verməyə razı olur, xeyr, razılaşmaya gəlirlər. Bütün istəklərini yerinə yetirmirlər. Qapaqan Təpəgözün Oğuz elinə yaylağa köçməsinə imkan vermədiyini söylər, xeyr. Sarı Çoban gölün kənarında Təpəgözün olmasını Bayandır xana çatdırır, yox. Yapaqlı Qoca Oğuz elinin Basadın Təpəgözə qayıb gəlməsinin xəbərini çatdırır, bəli. 21. Kitab Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır? Dastan Oğuz türklərinin ortaq abidəsidir, bəli. Dastan Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün ən etibarlı mənbədir, bəli. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq və vətənpərvərliyidir, düz fikirdir. Dastan müqəddimə 12 boy demək, düzdür. Dastanda bədii güclülük olsa da lirizmə yer verilməmişdir. Dastanda ümumiyyətlə dastan janrı lirik, epik sintezdə olur. Yəni orada lirizmədə yer verilir. Yəni qoşma və gəraylərdən istifadə olunur. 22. Avesta haqqında yanlış fikri müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur, bəli. Əsərin əsas üzəyini qatlar adlanan hissə təşkil edir, düzdür. Xeyir və şərin mübarizəsinin bəhs olunur, düzdür. Ədəbiyyat və fəlsəfədə ilk türk dilli yazı abidəsidir. Fəlsəfədə ilk türk dilli yazı. Bu haqda məlumat yoxdur. İnsanlar humanca zəhməsəyə çağırır, bəli. Cavab olur, D bəndi. 23. Salur Qazanın evinin yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edək. Qızıl taxtlı evləri çapıb talayırlar, bu var idi. Qız gəlini pərişan eləyirlər, bu da var idi. Zəmbərəçi bol taxlı od vurur, yox idi. Qiymətli xəzinəni talan edirlər, bu var idi. Evi qoruyan vəfalı iti oxlayırlar, bu yox idi. Qatar-qatar dəvələr aparırlar, bu da var idi. 1, 4, 5, 6. Üzr istəyirəm, yox. Orada işarədiklərimizi götürürük. 1, 2, 1, 2, 4, 6. 24. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yanlış fikirləri müəyyən edək. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy. Yanlış fikirlər. Ata ov ovlayıb quş quşlamaq, igidlik göstərmək məsələ oğlunu Aladağa aparır. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda. Bu yanlış fikirdir. Bu həmin boyda yanlış fikirləri soruşur. Bu yanlış fikirdir. 2. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Bu düz fikir idi. Oğlunun qorxub anasının yanına qaçacağını düşünən ata onu cəzalandırmaq istəyir. Bu da düz fikir idi. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahdan hücum etməyə qərar verir. Bu səhv fikirdir. Oğlunu evdə tapmayan ata birbaşa Təkürün qalasına yollanır. Bu da yanlış fikirdir. Cavab olur 1, 4, 5. 25. Basadın Təpəgözü öldürdüyü boy əsasında klasteri tamamlayın. Basad bəy oğludur. Canavar yumasında böyür, xeyr. Düşmən tək başına vuruşur, bəli. Təpəgözlə. Qazan xanın məzəmmətidir, xeyr. Qəhrəmanlıq göstərib ad alır. Xeyr, səfərə gedib əl dolu qayıdır. Bəli. Cavab olur 2, 5. 26. Basadın Təpəgözü öldürdüyü boyu, Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətlərə aid edilə bilər. Basadın Təpəgözü öldürdüyü boyu, Qazan xanın evinin yağmalanması və Qazan bəyin oğlunun boyundan, bu boyu digər iki boydan fərqləndirən xüsusiyyətləri müəyyən edəcək. Dədə Qorqud adi hadisələrdə birbaşa iştirak edir. Bəli, orada var idi. Bayandur xanın adı çəkilir. Bu fərqləndirən xüsusiyyət deyil. Qadın obrazları qəhrəmanlıq göstərir. Bu fərqləndirən xüsusiyyət deyil. Əfsanəvi varlıq iştirak edir. Bu var idi. Qazan xan yaralanır.
Bu da onları bir-birindən fərqləndirən xüsusiyyət deyil. Qazan xan burada yaralanmır ümumiyyətlə. Cavab olur 1-4. 27. Uyğunluğu müəyyən edin. Boylardır. Boylar haqqında uyğunluğu tapacaq. Baxaq. Buradan yazaq. 1, 2, 3. Ana haqqı Tanrı haqqı bənzətməsindən istifadə olunur. Ana haqqı Tanrı haqqı bənzətməsindən. Bu Qazanın bəyin oğlu Uruz bəyin dustaq olduğu boya aid idi. Yox, Qazan xanın evinin yağmalanması boyundaydı. Qazan xanın ailəsini əsir aparırlar. Orada Qazan xana Burla xatuna, yəni şərabın paylanmağından, oğlunun ona ətinin yeyilməyindən, oğul da deyir ki, cəmaat 1 isə sən 2 ye ki, bilinməsin ki, sən Qazan xanın həyat yoldaşısın. Ona görə bunu 3-ə A-nı götürürük. Daha sonra atamı oğuldan öyrənər, oğul mu atadan öyrənər. Bu Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan idi. Dədə Qorqudun qopuzun müqəddəsdir iddiası irəli sürülür. O burada yox idi. İnsan heyvanlarla yaşamalı deyil fikri səsləndirilir. Bu Basadan Təpəgözü öldürdüyü boydaydı. 1-ə D, 2-yə B, 3-ə isə A gedir. Mətnlə bağlı suallara baxaq. Ov mətnində onunla da bağlı 3 sual var ki, onlara nəzər yetirək. 28. Səbəb nəticə əlaqəsi baxımından cədvəli tamamlayır. Boğaz ovçuluq məharətini atasına göstərmək istərdi və nəticədə o burada var idi. Burada qəsd ceyranı onun yanına qovub oxu lap yaxından atırdı. Məharətini atasına göstərmək üçün. O hissəni bura yazırıq. Daha sonra Dirsə xan oğlunu oxla vurdu. Bunun səbəbi nə idi? Bunun səbəbi bir neçə səbəbi vardı. Yasavulbaşı yalanlarla xanı doldurmuşdu, plan qurmuşdu, tələ qurmuşdu Dirsə xanın oğlu Buğaca. Yəni bunları yaza bilərik. 29. Ov mətnində Dirsə xan Uruz bəyin dustaq olduğu boyunda Qazan xan ortaq və fərqli xüsusiyyətlərini yazırıq. Burada ov mətnində Dirsə xan oğlundan şübhələnir, oğlunu vurur. Bunlar yaza bilərik. Uruz bəyin dustaq olması boyunda Qazan xan oğluna mərdlik öyrətmək istəyir. Bunu yaza bilərik. Oğlu ilə vaxt keçirmək istəyir. Bunu da qeyd edə bilərik. Ortaq xüsusiyyətləri isə o idi ki, onlar hər ikisi, istər Dirsə xan olsun, istər Qazan xan olsun, hər ikisi Oğuz bəylərindən idi. Hər ikisi bəy idi və hər ikisi oğlu ilə də ova gedirdilər. Bu da onların ortaq xüsusiyyəti kimi qeyd oluna bilər. 30. Çərçivədəki şeiri ov mətni ilə müqayisə edin. Şeirdə verilən xüsusiyyətləri mətnin obrazlarına əlaqələndirin. Adam var səmimi, mehriban, mərddir. Adam var təpədən dırnağa, dərddir. Adam var kökündən xain, namərddir. Adam var şər gəlməz, həndəvərinə. Burada təpədən dırnağa dərddir. Bu Dirsə xana aid idi. Çünki o asanlıqla yalana, yəni fitnəyə uyur. Yəni Yasavulbaşının onun təliyə salmağına, oğlu haqqında ona yalan fikirlər söyləməyinə inanır. Bu ona aid fikir idi. Adam var ki, kökündən xain, namərddir. Bu isə Yasavulbaşına aid idi. Çünki o öz yalanı ilə ata ilə balanı düşmən eləyir və onun fitnəkarlığı ilə Dirsə xan öz oğlunu da onun sözlərinə görə məhz öz oğlunu öldürür. Bu fikirləri də biz Yasavulbaşı haqqında qeyd edə bilərik.